gün bir aktyor yolda bir nəfərlə rastlaşır və aktyora deyirlər, siz bilirsiniz, sizin zamanında oynadığınız rol mənim bütün həyatımı dəyişdi. Aktyor çox fikirləşir, o kiçik obrazı xatırlamır. Amma həyatında xatırladığı və həyatı boyu özü üçün əxs elədiyi bir məqam olur. Ən kiçik detal belə bir insanın həyatını dəyişməsinə rəvac verə bilər və ondan sonra o yaratdığı bütün obrazlara yeni həyat kimi baxır. Əziz tamaşaçılarımız, bugün biz bir aktrisa nəfəsinə, bugün biz bir aktrisa ruhuna, bugün biz bir aktrisanın həyat fəlsəfəsinə və onun yaşantılarına qonağıq. Və bugün Xəzərin sahilində gözəl bir xanıma qucaq açıb. Və bugün Xəzər öz dalğaları ilə, öz rəngarənkliyi ilə, öz ahəngi ilə bir xanımla söhbətləşdi. Biz də onu Xəzərin əlindən aldıq, gətirdik və onu sizinlə görüşdürməyi özümüzə borc bildik. Çünki siz onu hər zaman görürsünüz və hər zaman onun şux nəfəsi, hər zaman onun şux qəhqəhəsi və hər zaman onun həm də o qəhqəhənin altında bizə əxs etdiyi ibrətamiz ifadələri görürsünüz. Və bugün də istədik ki, biz onun ruhuna qonaq olaq, onun qəlbinin qapısını döyək və qəlbinin astanasında dayanaq. Görək indi bizi içəri buraxacaq, yoxsa yox. Dilarə xanım Əliyeva, əməkdar aktrisamız Dilarə xanım Əliyeva, zəhmətkeş aktrisa, əməkdar sözünün tam da haqqını verən bir aktrisa. Xoş gəlmişsiniz Dilarə. Xoş gördük əzizim Fəxriyə. Sən o qədər gözəl girişlə başladın. Sən də dediyin sözlərin detallarında özümü yenidən kəşf elədim. Xəzərin sahilində, bu sularda üzmək, ayağımı suya basar-basmaz artıq xoşuma gəldi. Çox təşəkkür eləyirəm və hesab eləyirəm ki, biz bugün üzəcəyik, amma çox da dərinə getməyəcəyik. Çünki evdən tapşırıblar ki, çox dərinə getmə, boğularsan. Amma ən dərində olur ləl-cəvahirat, ən qiymətli nemətlər dənizin dərinliklərində olur. Təbii. Və ucuz və yüngül bir şeylər həmişə üzdə dəniz vurur və onu sahilə atır. Və maraqlıdır ki, dəniz də yüngül və dəniz də qiymətsiz bir şeyləri sevmir. Və onu həmən sahilə doğru atır ki, götürün aparın, mənə lazım çox deyil. Çox doğru söyləyirsən, amma nəzərinə çatdırım ki, nəinki suda, quruda da belədir. Suda dərinlikdədir, quruda isə hündürlükdədir. Doğrudur. Dilarə, uzun illərdir tanıyıram səni. Dilarə Əliyeva deyəndə hər kəsin üzərində təbəssüm yaranır. Və hətta bizim bu zala girər-girməz uşaqlar belə, Dilarə Əliyeva, bax belə, ifadəsini qazanmaq, o üzü, o simanı qazanmaq hər kəsə nəsib olmur. Ona görə də hər kəs müraciətində sənə bax sən deyə müraciət edir. İnsan Tanrıya da əslində sən deyir. Əstəğfurullah, biz burada Tanrı qədər özümüzü müqayisə etmirik, amma insan Tanrının yaratdığı bir nemətdir və Tanrı insana o nəfəsi üfürəndə də onu sənliyini verəcək qədər nəfəs üfürüb deyə sənə sən deyə müraciət olunur. O halda bilirsən, necə fikirləşirsən, dənizin kənarındayıq, ağuşundayıq, kənarında deyilik, tam da ortasındayıq və elə gözünü açar-açmaz dəniz sahilində böyüyən biri kimi təbiət neməti. Hər zaman mən qonaqlara verilişdən öncə istəyirəm ki, onlar o havanı alsınlar. Çünki baxmayaraq biz şəhərdə yaşayırıq. Bakının kim gəlir dənizin qırağında o qədər vaxt sərf edib dənizin havasını ciyərinə çəkir. Amma çəkər-çəkməz ona yeni bir nəfəs gəlir. Hə, Dilarə, təbiətin həmahəngliyi və Dilarə, üzbəüz qalanda, tək özünlə üzbəüz qalanda nə verir o sənə? Nə alır və nə verir? Təbii ki, biz beli nəfəs alanda, nəfəs məşğələləri edəndə bunu belə edirik. Bütün gözəllikləri içimə alıram, bütün çirkinlikləri artıq göndərirəm. Bu baxımdan biz təbiətlə baş-başa qalanda gözəl insanlar, gözəl ruhlu insanlar təbiətdən yalnız gözəlliklər alırlar. Təbiət onlara gözəlliklərlə yüklənməyə kömək eləyir, rəngləri seçməyə yardım eləyir və anlayırsan ki, bu təbiət özünü necə aparırsa, insan evladı da özünü o cür aparmalıdır.
Təbiətin də qarşısında çoxlu əngəlliklər olur, baryerlər olur. Amma təbiət bütün əngəllərin öhdəsindən gəlməyi bacarır. Sən də təbiətin və yaradılışın bir parçasısan. Qulaq as, təbiət sənə nəyə pıçıldayır? Gör o maneələri necə aşır. Bir su axır gəlir. Qarşısına hər hansı bir bənd maneə çıxarsa, o su heç bir zaman orada qalmaz. Bir dəlik açar, oradan yenidən axar. Bu baxımdan insan evladı təbiətə qulaq asmağı bacararsa, buradan çoxlu mesajını alar. Bir yerdə durmaz. Qarşısına maneələr, əngəllər çıxar. Başqa bir yerdən başqa türlü yürüməyi bacarmalısan. Belə bacararsan, ayaqda qalarsan. Yox, bacarmarsan, qurda quşa yem olarsan. Bacarmaq üçün hansı xüsusiyyət lazımdır? Bacarmağı nədən başlamaq lazımdır? Güclü olmaq, bacarmaq lazımdır. Arxasınca getdiyin məqsədi, məramın, arzunu nəinki istəməlisən, çox istəməlisən. Heç bir zaman nə arzundan, nə ümidindən, nə də gözləntilərindən vaz keçməməyi bacarmalısan. Və hamımız yadımızda saxlamalıyıq. Biz əgər güclü olmasaq, zəif olsaq, fərq etməz. Bu əqlidir, fizikidir, ruhidir, mənəvidir, fizikidir. Bütün hallarda bu dünya, bu həyat ayaqları üstündə durmağı bacaran güclü insanların həyatıdır. Zəif olsan, qorxsan, geri çəkilsən, hamı üstünə gələcək, səni əzib keçəcək. Heç kimə buna, heç nəyə imkan verməmək istəyirsənsə və bu dünyaya gəldim, adımdan bəhs etdirdim demək istəyirsənsə, güclü olacaqsan, qorxuların üstünə gedəcəksən, cəsarətli olacaqsan, bir addım belə geri çəkilməyəcəksən. Təbiət bizə bunu deyir, həyat bizə bunu deyir, nəinki deyir, hətta göstərir. Bu yaşıma qədər nə gördümsə güclü, nə gördümsə əli tutarlı, ayağı tutarlı, mən istədiyim səbəblərdən dolayı baş verdi. Əks halda mümkün deyil. Səni sıra dışı edirlər. Və həyat da bir kardioqrammadır, yəni enişi ilə yoxuşu ilə həyatdır. Bu bizim hər zaman işlətdiyimiz enişli yoxuşlu yollar, bu yolları deyirlər. Amma biz yaşadıkça görürük ki, bəli, enişli yoxuşlu yollardır. Və kardioqrammada sən dibi görürsən, qalxırsan yuxarı, dibi görürsən, qalxırsan və sən əgər dənizdən danışdıq, dənizdə suyun dibinə düşüb qalxmaq istəyirsənsə, mütləq ki, ayağını yerə vurub dibi görüb qalxmalısan. Tramplindən əgər hündürlüyə uçmaq və yaxud hoppanmaq istəyirsənsə, mütləq dibi görməlisən. Bax, bu effekt, düşmə, qalxma effekti həyatın zəruriliyindən xəbər verir. Bir də ki, çox üzr istəyirəm, məqamıdır, sonra ola bilər ki, bir də bu mövzuya gəlib çıxa bilməyək. Sizin dediyiniz kimi, o dibə gedib təzədən üzə çıxmaq, zirvəyə qalxmaq, bunu hamımız anlamalıyıq ki, insanı bu kimi yollardan zirvəyə aparan təkcə onun cəsarəti, istedadı da deyil, yanında olan dostlarıdır, ona canı yandıranlardır, onu sevənlərdir. İnsan tək başına çətin olur. Biraz dirək, biraz kömək, biraz dəstək, biraz qayğı, biraz sevgi, bütün bunlar hamısı lazımdır insana və vaxtında doğru seçim edib ətrafını sənə lazım olan və sənin lazım olduğun insanlarla mütləq mənada əlini bərk sıxmalısan, ayağını yerə bərk basmağı bacarmalısan. Əks halda sən elə necə dibə getmisən, dibdə də qalacaqsan. Bu baxımdan bizə lazımdır ki, özümüz ağılda deyil. Bu baxımdan bizə lazımdır ki, özümüz ağılda deyil, bizdən ağıllı adamlar bizim yanımızda olsunlar. Mən hər dəfə deyirəm ki, girdiyim məkanda hamıdan ağıllı mənəmsə, mən orada çox qalmıram. Çünki öyrənəcəyim heç bir şey tapa bilməyəcəmsə, ora artıq demək ki, məni bir addım geriyə çəkir. Mən hər zaman ətrafımda var olan insanlar niyə görə varlar? Çünki mən onlardan nələrsə öyrənirəm. Biz dünyaya gəlirik və bir andan sonra özümüzü tanımağa başlayırıq və hətta 6 yaşına qədər bizim beynimizə oturan
informasiyalar müəyyən yaşdan sonra daha çox əks etdirir, özünü göstərir. Hətta belə bir təcrübə var. Türkiyədə bir 86 yaşlı kişi komaya düşür və köydən olur və başlayır komada fransızca sayıqlamağa. Və bu bütün həkimlərin marağına səbəb olur. Bunu araşdırırlar. Məlum olur ki, sən demə, onun 6 yaşına qədər dayəsi fransız olub. Yəni biz 6 yaşına qədər beynimizə oturdulan, sonra öz təsirini göstərməyə başlayır. Yəqin ki, Dilarə də 6 yaşına qədər aldığı hər hansı bir o ətrafdan olan impulsların bugün məhsulunu verir. Razısınız? Çox razıyam, amma dediyim misala görə qısqandım. Kaş ki, mən də ingiliscə bir təcrübəm olardı. Hansısa bir məqamda ona söykənib daha yaxşı dil ötə bilərdim. Amma komada yox da ən azı. Sonra kimə lazım olmayacaq. Amma yəqin ki, bu alman dili ilə bağlı mütləq mənada olub. Çünki alman dilim çox mükəmməldir, çox gözəldir. Sadəcə olaraq yəqin dediyin durumlar yaşanmadığı üçün alman dilini hələ ki unutmuş sayılıram. Təbii ki, 6 yaşına qədər insanların olduğu ortam, düşdüyün çevrə, böyüdüyün mühit, ən vacibi, ən önəmlisi genetik kodlar insanı yönləndirir. Həyata baxış bucağını, insanlara baxış bucağını, sənin davranış dinamikanı mütləq şəkildə bir xidməti vardır. Bu baxımdan mən həmişə sağlam genetik kodlarımın olduğuna görə Tanrıma, valideynlərimə şükür edirəm. Keçən dəfə anamla da bu mövzuda danışıram. Deyirəm ki, Tanrıma çox şükür edirəm ki, sən mənim anamsan, sən beləsən. Sən bizim ailə sevgi dəyərləri baxımından çox mükəmməl yetişdirmisən. Bizim bu dünyaya ən gözəl hər bir şeyi pozitiv tərəfdən görməyimizə xidmət eləyən məqamları necəsə bizə təlqin etmisən. Ailədə 4 uşağı, hamımızın çox qəribə pozitiv yükü var. İnsanları sevirik, sevgi doluyuq. Ətrafımızdakiləri xoşbəxt eləməyi sevirik. Yəni bu kimi keyfiyyətlər ailədən kod olaraq yüklənir. Biz də bu ruhu daşıyırıq. O ruh olmasa, əgər yoxdursa, sən çox böyük zəka sahibi, düşüncə sahibi olmalısan ki, sonraki həyatında sən onları özünə yükləyəsən. Və ruhumuzu sözlə, münasibətlə, təbəssümlə, şükranlıqla qidalandırırıqsa, cismimizi də bax bu çayla qidalandırırıq. Çaydan içməyi sizə tövsiyə eləyirik, rica eləyirik. Bu bizim tərəfdaşımızdır, Hacı Seylon çaylarıdır. Və hər kəsin evində ağız dadına uyğun çaylar var. Biz də bunu seçirik. Ümid edirik ki, tamaşaçılarımız da bizi izləyən bir müddətdə bu çayın dadına razıdırlar, sevirlər, istəyirlər. Qısa bir aramız. Onda bu qədər tərifli çay içdim, xoşuma gəldim. Necə deyirlər, oradan bir çay verərsən? Baxarıq. Reklamlar əzizlərimiz, Dilarə Əliyeva bizimlədir. Dilarənin təqdimata ehtiyacı yoxdur. Hər kəsin sevimlisi, hər kəsin üzündə təbəssüm yarada biləcək və özü qədər içi də zəngin olan bir xanım. Qısa aradan sonra buradayıq. Həyatda oynamaq mütləqdirmi? Amma gəlin etiraf eləyək ki, hər kəs biraz artistdir. İnsan yalanı hansı halda danışır? Yalan danışmaq olmaz. Amma bu demək deyil ki, hər düzü danışmaq olar. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, Xəzərin sahilindən hər birinizə qucaq dolusu salamlar göndəririk. Və bugün bizim əhvalımız çox gözəldir. Niyə? Çünki Xəzərimiz bugün gözəl bir xanımla görüşüb. Xanımla söhbətləşib. Nə danışıblar, nə danışmayıblar bilmirik, amma bizim də bu xanıma deyəcəklərimiz var. Bu bizim sevilən aktrisamız, bizim bir dənəmiz, bizim gözəlimiz, bizim həm ağladanımız, həm güldürənimiz, bizim evimizin hər zaman deyən sözümüz olan əməkdar aktrisamız Dilarə xanım Əliyevadır. Dilarə xanım, əzizim Dilarə, bir insanın obraz olaraq həyatda
Bir aktyordan soruşurlar ki, konkret yadımda deyil, onun adını qeyd etmişdim, tapa bilmədim. Soruşurlar ki, səhnə ilə, deyirlər ki, həyat da bir səhnədir, həyat da bir tamaşadır. Səhnə ilə həyatdakı oynanılan obrazların fərqi nədir? Adam deyir ki, səhnədə oynadığın səhvi yenidən düzəldə bilirsən, amma həyatda oynadığın səhvi yenidən düzəldə bilmirsən. Həyatda oynamaq mütləqdirmi? Valla, mən səhnədə oynadığıma görə həyatda vaxtım olmur oynamağa. Aha. Və həyatda oynamağı da sevmirəm. Amma gəlin etiraf eləyək ki, hər kəs biraz artistdir. Bax, elə mən buna fikrini bitirməmişdən əvvəl bir haşiyə də çıxım da, P.S. Əslində, hamımız oynayırıq. Çünki ananla danışdığın kimi balanla danışmırsan, əzizinlə danışdığın kimi iş yoldaşınla danışmırsan. Yəni, hər kəsin özünün öz dilində danışdığımıza görə bilavasitə biz həyatda bir oyunçuyuq. Bu münasibətdir, deməzdim bu oyundur, bu münasibətdir. Hər kəsin özünün təqdir etdiyi və gözləntisi olan münasibəti sərgiləyirik. İş yoldaşımızla danışdığımız kimi bacımızla, qardaşımızla, evladımızla danışa bilmərik. Bunun adı bir münasibətdir. Biz həyatda oynayırıq o zaman ki, xoşuna gəlmir, xüsusi hörmət etməsən də, hörmətsizlik də etmək istəmirsən və yüngül bir artistizmlə insanın qəlbinə dəymədən onu ötüşdürürsən. Bax, bu məqamlarda hərənin içində bir artist var. Məsələn, adi bir otururuq, nəsə hansısa bir məqam olub, biz danışırıq ki, gördün sən Allah, onu necə belə dedi, nəyə lazım idi ürəyini qırmaq adamın, gəlirkən. Salam, Meyləkim, salam. Bəli, bəli. Necə, sağ olun, yaxşı olun. Yəni, arxasınca danışdıq. Haçan sözünə deyə bilərik, amma indi yeri deyil. Və həmin məqamda oynayırıq. Məsələn, kim desə ki, məndə belə bir an olmuyor, mən buna inanmıram. Mütləq şəkildə danışdığımız yerdə birdən zəng gəlir. Bu məni nəyə yıxsın da indi? Ay can. Bunu eləyib hamımız eləyə bilirik. İşimiz düşdüyümüz adama bir şirinlik eləyə bilirik. Hiss eləyirsən ki, qarşıdakı aynantığını bilmir, amma işimiz düşdüyünə görə söhbət əsnasında deyirik ki, bax, siz özünüz ağıllı adamsınız da, siz bilirsiniz də bunu necə eləmək olar. Yəni, bu baxımdan hamının içində müəyyən mənada bir artistizm olur. Amma ki, bunsuz olmur, bunsuz ötüşmür. Təbii ki, çalışmaq lazımdır ki, bunların sayı ya az olsun, ya heç olmasın. Heç olmasa, indi durub səmimi danışırıqsa, heç olmasa olmur. Çünki insanlar fərqlidirlər. Sən ona deyəcəyin, onun etdiyi, çıxartdığı problemə qarşı olduğu kimi demək üçün qarşı tərəf nə qədər hazırdır. Məsələn, deyir ki, mən yalan danışıram ona görə ki, mənim deyəcəyim həqiqətlərə siz hazır deyilsiniz. Gələk yalan məsələsinə. Hesab edirəm Və yalan məsələsində bir məqam da var. Yalan danışmaq olmaz. Amma bu demək deyil ki, hər düzü danışmaq olar. Aha, və insan yalanı hansı halda danışır? Yalanı danışırsan qarşı tərəfə qiymət verdiyin halda. İstəmirsən o sənin haqqında belə düşünsün. Fərqi yoxdur. Yəni, sən yalanı ünvana danışırsansa, o ünvanın fikri sənə önəmlidir ki, sən öz fikrindən daşınırsan, o fikrə başqa don geyindirirsən. Bu halda, düzdür deyirlər, yalan müqəddəs yalan və yaxud da ki, qeyri-müqəddəs yalan, amma istənilən halda hər hansı olursa olsun, sən qarşı tərəfə bir yalan deyirsənsə, sən onun yanında çaba göstərirsən. Çaba göstərirsənsə, demək ki, onun üçün, o sənin üçün bir qiymətlidir və biz yalana sarılırıq. Yalan bizi qoruyur. Yalan bizi qoruyur, amma hər zaman da qorumur, bada verir. Bizi sorğuluyur, bizi küçümsəyə bilir və bizi linç eləyə də bilir. Çünki yalandan yalan doğur. Çünki yalanın üzərindən gələn suallara yeni bir yalan uydurub cavab vermək zorundasan. Bu baxımdan yalan söyləniləcək durumlara demək olar ki, düşməmək lazımdır və düşürsənsə o yalanın da haqqını vermək lazımdır. Bu baxımdan baxır hansı yalanlardan söhbət gedir və çox zaman
problem yalan söyləyən insanda olmur. O yalanı söylədən insanda da olur ki, qarşı tərəfə elə bir duruma salır ki, məsələn, bax belə bir məqam deyim. Mən sizə bir çay alıb gətirmişəm. Siz onu məndən qəbul eləmirsiniz ki, yox, mən sənə qıymıram, sən ona o qədər pul vermirsən. Mən də deyirəm ki, istəyirəm axı onu məndən qəbul edəsiniz. Deyirəm, yox, nə danışırsınız, mən ona pul verməmişəm. Denən balamın canı, mən ona pul verməmişəm. Ayşə, niyə and içək verməmişəm də? Bu nə məsələdir ki, mən buna görə balamın canına and içim? Bax, belə qarşı tərəf səni çox pis duruma salır. Sonra üstü açılır ki, sən bunu yalan danışırsan. Belə məqamlar da olur. İrili, kiçikli yalanlar var həyatımızda. Kimsə deməsin ki, mən indiyə qədər nəyisə yalan danışmamışam. Şəxsən mənim belə qorxularım olub, qorxudan yalan söyləmişəm. Amma dediyimiz kimi yalanın ömrü az olur, yalan ayaq tutur, yerimir. Sonra o yalan söylədiyinin cəzasını da alırsan. Məsələn, məktəbdən uşaqlarla dərsdən çıxıb gəzməyə getmişdik. Yalandan dedim ki, dərs yox idi, müəllimlər icazə verildi. Bir dəqiqə keçmədi, müəllim evə zəng vurdu. Məlum oldu ki, mən yalan danışıram. Təbii ki, bunun cəzasını oxlov zərbəsi ilə aldım. Və burada sual verən, söhbət edən təkcə mən deyiləm. Və burada sənə sual verən daha bir ünvan var. Əslində anam haqqında danışmaq həm sevincli, həm qürurlu, həm də bu boyda həyəcanlıdır, amma yaxşı bir həyəcandır. Nəyə görə? Çünki mənim anam təkcə mükəmməl bir ana deyil və təkcə mükəmməl insan deyil də, həm də sevdiyim, oxuduğum və gələcəkdə çoxlu sayda uğurlar əldə etmək istədiyim sənətin ən mükəmməl, görkəmli və çoxşaxəli nümayəndələrindən biridir. Çoxşaxəli deyəndə o təkcə aktrisa deyil, həm aparıcı, stand-upçıdır və öz sənətini, yəni aktyorluq üzrə elədiyi rollar hamısı bir-birindən fərqlidir. Ona görə də onun haqqında danışmaq biraz həyəcanlandırır. Və sonda mən sənə bir sual vermək istəyirəm. Elə sənin sahənə uyğun bir sualdır, deməli. Oynadığı rolların içində kino da ola bilər, teatr da ola bilər, serial da ola bilər, fərqi yoxdur. Hansı obrazın həyatını yaşamaq istəyərdin? Hə. Sağ ol Banu. Banu, get-gedə məni çox təəccübləndirir. Bəli. Çox təəccübləndirir, amma bu xoş təəccübdür. Öpürəm balam səni, bağrıma basıram. Banu da inşallah ki, öz adından özü bəhs etdirər. Bu piyasada mükəmməldir, adını yazdırar. Və indiyə qədər oynadığım rollarda hansı rolumun mənim həyatım olmasını arzulayardım. Gözümün qabağına gəlir, oynadığım bütün rollar problemlidir. Hamısında ciddi şəkildə problem var. Heç birinin həyatını yaşamaq istəməzdim. Çünki hətta oynadığım kraliçə obrazının özündə belə ciddi problemlər var idi. Saray çəkişmələri falan vardı. O qədər özümü yükləmirəm. Yükləmək də istəmirəm. Bu baxımdan hələ ki o rol oynamamışam, gözəl balam. İnşallah ki belə problemsiz bir obrazım olanda onu istəyəcəm. Və bugün bizə bu dəqiqələri, bu anları yaşadan və bizim də onların da bizə ötürdüyümüz dəyərli bir enerjimiz var. Bu bizim tərəfdaşımız olan, bax bu çayın müəllifləridir və Azərbaycana keyfiyyət nümunəsi təqdim edir və nə xoş bizə. Bu bəyənirsən ümumiyyətlə bu dadı? Çox gözəldir, çox dadlıdır, çox ləzzətlidir. Ləzzətlidir bu cür ruhla bağlı, ruhları tamaşaçıya, gözəl ruhları tamaşaçıya tanıdacaq bir verilişə yardımcı olan, dəstək olan, yanında olan insanlar başqa cür ola bilməz. Dünyanın qarışdığı bir vaxtda, kimlərsə hansısa bir məqamların arxasınca düşdüyü vaxtda bu cür önəmli söhbətlərə, könül söhbətlərinə dəstək olan, ona qulaq verən,
qayğı göstərən insanların gördüyü işlər də təbii ki, mükəmməldir. Bu çayın dadı kimi. Bu çay Hacı Seylon çaylarıdır. Və siz də ümid edirəm ki, bu dadı bəyənirsiniz. Qısa bir aramız var. Qısa aradan sonra yenidən buradayıq. Dilarəni hələ yenə də sürpriz gözləyir. Sənə bir məktub var. Mən istəyirəm ki, bax, o məktubu oxuyasan. Mən qürur duyuram ki, mən atamın arzuladığı, görmək istədiyi Dilarə ola bildim. Bax belə, əziz tamaşaçılarımız, reklamlarımız bitdi və biz yenidən buradayıq və bugün qəlbimiz, ürəyimiz, içimiz, ruhumuz hamısı gözəlliklə doludur, təbəssümlə doludur. Çünki bugün Xəzərin sahilində gözəl bir xanım, sevimli bir xanım, sevgi dolu bir xanım, Dilarə xanım Əliyeva bizimlədir və Dilarə xanımın illərdir bizimlə bərabər, bizim deyən sözümüz, düşünən beynimizin olması, içimizdən gələn sözü elə bir tərzdə deməsi artıq sanki su çiliyirsiniz bizim bu düşüncələrimizə, yəni yaşantılarımıza. Səhnədə olan insan, səhnədə olan Dilarə, alqışlar, işıqlar, rənglər, sevgi və səhnədən sonraki Dilarə. Düşün ki, işıqlar sönür. Yəqin ki, bu hadisəni, bu vəziyyəti çox yaşamırsan. İşıqlar sönür, alqışlar kəsilir və Dilarə özündə təhvil qalır. Etdiklərimi safçılıq edirəm, analiz edirəm, özümü bəzi məqamlarla danlayıram, bəzi məqamlarda sevirəm. Anladığım məqamları gələn dəfə düzəldəcəyimə özümə söz verirəm. İndi daha bir suala da bir zəhmət cavab verin hanımefendi. Nənə, sən çox sevirəm. Ürəyimsən sən məni. Nənə, sən bir suran var. Sən kimi çox sevirsən. Öpürəm səni. Bu şok. Heç tanışmayan uşaq Dilarə. Fəxriyə, sən bravo, alqış edirəm. Bunu da bacarır. O, görüntülü yığanda belə onu, o bir kadr qabağına gəlib adamla danışmır. Necə bunu alındırmısınız? Bunu elədiyinə görə, Aygül, elə mən hamıdan çox səni istəyirəm. Deyim biləsən, sevirəm, öpürəm, ürəyim mənim. Ürəyim getdi. Hələ kamera qarşısında olduğuma görə biraz belə sağa çəkdim, saxladım. Buradan düz birbaşa ora gedirəm. Aygül, səni çox istəyirəm. Hamıdan çox səni istəyirəm. Mənim balam, sən ki o mırıq dişlə mənə bu sualı verə bildin. Bravo, bravo, bravo. Dilarə, çox düşündüm ki, bilirsiniz, yenə deyirəm ki, insanlar var ki, sən onu bilirsən ki, o sənin həyatında var. Vacib deyil sən onu hər gün görəsən, vacib deyil hər gün onunla danışasan, vacib deyil sən onun doğru, vacib deyil o. Çox doğru. Amma ən azı bilirsən ki, bir gün onunla danışanda özün üçün özünə əxs edəcəyin bir nöqtə məqam var. Bu kiçik təbəssüm ola bilər, səs tembri ola bilər, jestikulyar bədən dili ola bilər, bilmirəm, bax bu ən azı məndə bu belədir. Və sənin haqqında o qədər verilişlər olub ki və orada hamı hər şeyi o qədər edib ki, yəni mən düşündüm ki, burada biz yalnız söhbət edəcəyik. O Rəşidə xanım, Rəşid Behbudovun qızı belə bir sözü var idi. Elə o vaxtdan o mənim qulağımda qalmışdı. Bir dəfə söhbət edəndə dedi ki, "Чтобы блестеть, не надо блистать." Yəni parlamaq üçün parlamaq lazım deyil. Yəni bu söhbətimizin, bax bu görüşümüzün biz neçə vaxtı planını qururduq. Amma hər dəfə fikirləşirdim ki, Dilarə elə bir insandır ki, mənim üçün qonaq təkcə veriliş çəkildi, getdi deyil. Bu qonaq buradan gedəndə özünlə nəsə aparsın, ruhuna bir parça qoysun. Mən də qonaqdan nəsə aparım, alım. Fikirləşdim ki, neynəmək olar? Yəni. Bravo, bravo. Çox mükəmməl bir soru. Balam, baliyim balasını da göstərmək. Valla. Hələ belə məqam olmamışdı. Bu eləmədin, hamıdan belə deyək də.
çox gözlənilməz sürpriz oldu Aygülün danışması, belə sual verməsi. Yəni mən sözün əsl mənasında deyirdim hərdən nəyə təəccüblənə bilərəm, amma təəccübləndirdim. Bravo sənə. Hə, təəccübləndin. Çox təəccübləndim. Fikirləşirdim ki, neynəmək olar? Yəni çox olunubdu. Amma gözəl nəsə də oldu. içimdən bir eləmək də keçirdi. Çox gözəl oldu. Bax görürsüz, biz çox zaman qarşı tərəfi xoşbəxt eləmək üçün bu münasibətlərə də aiddir. Gedirlər, axı ona gücüm çatmır, onun bundan xoşu gəlir. Axı mən filan kəsi, nə bilim, könlünü şad eləmək üçün bəlkə ona nəsə alım və mənim bundan bağlı bir monoloqum var. Mən orada deyirəm ki, çox vaxt xoşbəxtlik bizim burnumuzun ucunda olur, biz onu görmürük. O bizi çağırır, biz ona qulaq vermirik. O bizlə danışmaq istəyir, biz ona vaxt vermirik. O bizi sağda gözləyir, biz sola dönürük. Xoşbəxtliyin öz musiqisi olur. Ritmini duymaq gərəkdir. Xoşbəxtliyin öz vaxtı olur. Bəli. Nə gecikmək, nə tələsmək gərəkdir. Xoşbəxtliyin öz rəngi olur. Ağı qaradan seçmək gərəkdir. Xoşbəxtliyin öz qapısı olur. O qapını döymək gərəkdir. Siz bugün mənim qapımı döydünüz. Döydük. İçəri Bəli, girdikmi? bəli. Girdik. Girdik Dilarə. Mən bu qapını çox gözləyirdim və dəyərləndirirdim. Çünki bu dost görüşü özəl olmalı idi, xüsusi olmalı idi və biz illərdir bu barədə danışırdıq, amma məqamı bu məqam idi. Çünki sən də ruh olaraq, mən də ruh olaraq bax biz bu molekulları bir-birinə birləşdirməyi gözləyirdik sanki. O məqam bu məqamdır. Çox doğru, çox Mən doğru. əminəm ki, bax bu enerji də olduğu kimi yansıyır tamaşaçıya. Çünki sən ona nəyə yansıdırsansa insan olaraq qarşı tərəf əmin ol ki, onu bilir. Bilmək istəyirsənsə ki, bir insan sənin haqqında nə düşünür? Əmin ol ki, sən onun haqqında nə düşünürsənsə, o da sənin haqqında onu düşünür. Bu qədər bəsit. Mənə heç bir zaman maraqlı deyil ki, burada qarşı tərəf kimsə nə düşünür görəsən. Çünki mən onun haqqında nə düşünürəm ki, o da onu düşünəcək. Çox doğru, çox doğru. Olur ki, biri bizim haqqımızda yaxşı danışır, biri pis danışır. Əslində bizim onlara olan münasibətimizi sərgiləyir. Doğrudur. Və heç kəs də o sorunu pisdirsə özündə görmür, mütləq şəkildə qarşı tərəfdə görür. Amma mənim bu xarakterim var ki, mən əgər nəyisə əldə etməmişəmsə, hardasa deyiləmsə, mən həmişə deyirəm ki, yəqin ki, orada olmaq üçün kifayət qədər səbəb ötürməmişəm. Doğrudur. Sənə bir məktub var. Mən istəyirəm ki, bax o məktubu oxuyasan və o məktuba cavab verib-verməmək sənə bağlıdır. Nə maraqlı. Buyur. Aha. Dilarə mən. Əziz qızım Dilarə. Papadım. Hasil. Sən balaca olanda əlindən tutub harasa aparanda hiss edirdim ki, sənin baxışların başqa uşaqların baxışına bənzəmir. Hələ o zamanlar sən fərqli idin. Hər şeyi biraz daha dərindən hiss edirdin. Elə bir dünyanın səsi sənin ürəyində daha güclü eşidilirdi. Qızım, həyat sənə heç vaxt asan olmadı. Bəzən səhnənin işıqları parladı, bəzən də qaranlıq oldu. Bəzən alqışlar səni göylərə qaldırdı. Bəzənsə səssizlik ürəyini incitdi. İlk dəfə Leyli və Məcnunda sən Leylinin ölümünü oynayanda ağladım. Bildim ki, bu ölüm sənin səhnədə ağrılı doğulman olacaq. Amma yadında saxla. İnsanı böyük edən alqış deyil, qəlbinin təmiz qalmasıdır. Mən həmişə səni səhnədə görəndə qürur duydum. Sən rol oynamırdın. Sən insanların qəlbinə toxunurdun. Mən bununla fəxr edirdim. Əziz Dilarəm, papanın balası. İndi sən səhnəyə çıxanda, pərdə açılanda, işıqlar üzünə düşəndə bir anlıq dayan və düşün. Salonun harasındasa səssiz bir tamaşaçı var.
O səni heç vaxt tərk etməyib. O həmişə sənin uğruna dua edib, o hər zaman səninlə fəxr edib. Bəlkə sən onu görmürsən, amma o səni görür. Mən həmişə səninlə qürur duyacağam qızım. Səni sevən atan Hasil. Mən bu məktubu atamın yazmasına inanıram. Atam məhz belə yazardı. Və mən qürur duyuram ki, mən atamın arzuladığı görmək istədiyi Dilarə ola bildim. Əminəm ki, ruhu şaddır. Ruhu şad olsun baba. Uşaq vaxtı evdə baxmayaraq ki, anan aktris olmağını əks gedirdi. Amma atan əlindən tutub səhnə ilə səni görüşdürdü, tanış elədi və həyatının bu məqamında mənə elə gəlir ki, bax bu cümlə artıq yerində idi ki, bəli, sən istədiyin yerdəyəm. Əks təqdirdə ona bu cavabı verə bilməzdin. Təşəkkür edirəm. Biz hamımız borcumuz var. Bizi yaradana borcumuz var. Bizi biz edənə borcumuz var. Bizi dünyaya gətirənə borcumuz var. Çünki bayaq dediyin o sevgidən yoğrulmuşuq. Bayaq dediyin o varlıqdan yoğrulmuşuq. Və biz borçluyuq onlara, onun yaratdıqlarının cavabını verməyə. Əks təqdirdə biz borçluyuq. Bu qədər bəsit. Və hər zaman deyirlər, analar müqəddəsdir. Bəli, analar müqəddəsdir, amma atalar ocaqdır. Atalar bizim isti nəfəsimizdir, atalar bizim ruhumuzdur, bizi var edəndir. Və əzizim Dilarə, nə yaxşı ki varsan, nə yaxşı ki bizimləsən və nə yaxşı ki o məktubun cavabını verə biləcək bir iqtidardasan bugün. Və biz insanıq sonuçda. Günahımızla, savabımızla, varlığımızla, yoxluğumuzla biz bir varlıq olaraq hər zaman bizə verilən bu ömür payında yaşayırıq. Və özümüzü mutlu etmək üçün ətrafı mutlu edirik. Çabalarımız ətrafdan aldığımızı özümüz üçün. Yəni bir türlü biz çaba içərisindəyik. Amma və lakin sonda heç nə deyil də oturub hə deyə biləcək bir gücə sahib olaq. Hər kəs buna sahib ola bilməsə də olsunlar deyək. Yaxşı ki varsan. Çox təşəkkür edirəm. Və bu gözəl çiçəklər və bu gözəl Dilarə, sənin üçündür. Çox təşəkkür edirəm. Çox sağ ol. Hər zaman üzün gülsün, hər Sağ ol. zaman üzün fəxarətdən gülsün, Sağ ol. hər zaman gözün gözəllik görsün. Və bu da adı çəkilən, Çox dadı sağ ol. gözəl olan dediyimiz, bax bu çay. Evdə dəmlə, iç və hər zaman bizi sevgi dolu xatırla. Sağ olun, çox sağ olun. Çox təşəkkür edirəm. Xəzərin sahilində yaşamaq da gözəldir. Onun gözəlliyini görməyi hər kəs bacarmır. Nə gözəl ki, siz görməyi bacarırsınız. Çox təşəkkür edirəm. Bu verilişdən ömrüm boyu unutmayacağım duyğularla ayrılıram. Çox sağ olun. Təşəkkür Bax edirəm. belə izləriniz hər birinizə bol sevgilər arzusu ilə görüşmək ümidi ilə Allah amanında.